bacının belə alt paltarı pırteldən qıraq getdik. Bu oyundan sonra mı? Yo, indidən. Bilirəm ki, çoxu bu videonu gözləyirdim ümumiyyətlə. Bu deməli TikTok reaksiyası deyil. Varavsko çumalar falan deyil də yəni bu. Yəni bu bildiyiniz, yəni bizim ölkədə nə qədər peysər çumalar yazara bassa bir evin gülməyin gəlir. Ha, yəni naturalni. Yəni belə deyim, bu peysərlərə görə cəmaət öz uşağına telefonu vermir ki, yəni girsin sosial şəbəkəyə də. Təsəvvür edin ki, məsələn də balaca oğlunuzdur və ya balaca qızınızdır, telefonu əlinə götürübdü, başım girir. Məsələn də multfilmə baxır, tutam. Reski saqqallı qaqaş bir dənə qabağına çıxdı, bizimki deməz. Qayıb deyir ki, o birisine. Mən bacımla yata bilərsən. 14 illik sorokdan çıxan Asimin bacısı oğluyam. Mənim belə imkan bir video çəkimdə. Sən hardan çıxdın ala? Qaqa next alalıyam belə. Dur buradan bilə. Ala mən harda qaldım sən can? Bicbala tostorana oxşur özüm. Nəsə, əgər belə videolar davamlı istəyirsə video like eləyin, kanalımıza abunə olmayı unutmayın. Çalışdım ki, o vaxtki kimi videolar falan tez-tez atam. Nəsə, sözdə yox, əməldə göstərərəm inşallah. Gəlin, niyə gəlin başlayaq? Bacardığım qədər videonu çalışdım, dütdüyəm. Çünki dütlənməlidir də yəni bu video, başa düşürsünüz? Hə, bir də ki, videoda kimlər iştirak edirsə, yəni, indidən boyunlarına qrelka alıb qoysunlar. Bax, 1 litrlik qrelkadır, bax, görsünüz balacadır. Gəlin uzatmadan başlayaq. İlk, deməli, Petuğun bir dənə videosu var, gəlin ona baxaq. Dolyan mahnısına. Boyu yerə soxum sən. Mahnıya bax, bunun qıvrılmağına bax. Ay canın yanmasın sənin, itin qızı. Adam utarı nəsə deyə. İndi bilirəm ki, bəziləri gözləyir ki, bunu söyəm. Gəlin birinci vəkilimdən bir soruşaq, çünki belləri iş verən olur. Birisi ki, təzminat falan açacaq. Mənə dava açacaq, başım, məndən pul tələb edəcək ki, mən onu söymüşəm. Ona görə gəlin bir dənə vəkilə yığaq. Yox, brat, mən indi bunu söysəm məsələn, bu mənə nəsə belə ziyan vura bilər, maddi də. Yəni, ən dibi deyirsən 10.000 manat da. Yaxşı, işləyək. 10.000 manat. Nə qədər 10.000 manat? 6.000 dollar. 550.000 falan rubl. Dəyərmi, yoxsa dəyməz? Dəyər məncə sənə. Peysərsən sən. Növbəti bicbala. Ala, yaxşı çalabını da göndəriblər. Öpürəm sizə. Yadımdan çıxacaqdı. Bu var ya, Azərbaycan ən şərəfsiz adamıdır, Quranando. Tanıyaq sizin damınız. Ala, mən bilət Rusiyada yaşaya-yaşa. Short, YouTube-a girəm, short aşağı edirəm, Instagram-a girəm, aşağı edirəm belə. Ancaq qabağıma bu çıxır. Hamını da söyür. Uşaqları söyür, nə bilim ala, qızları söyür, xanımları, nə bilim kişilər. Başda hamını söyür də. Bunun dediyinə görə hamı peysərdir, bir dənə bu qeyrətli oğlandır. Həqiqi deyirəm sizə. Yəni baxsaz tanıyasınız yəni. O s**aq belə 5 manatlıq patiyə oxşuyur. Sizdə qeyrətiniz kim? Ayrı bu reştirik. Biraz da söylen oğlum. Biraz da söylen. Qız öyrəşib edir, biraz da söyür. Bu nə yiyir ala? Qeyrətinizi. Bəlğəmin zalını tökdü kameranın üstünə. Soska döysən. Hardasan sen vapşe? Hardasan sen tutup minerek yarım metre sen kimse ne kadar söz deyirsən? Çok konum atıram. Milyon ağzına. Aa, bu nə danışır ala? Sən boyu yerə soxum. Qıza görə nə deyir? Deyir konum atıram, deyir Gastrelkaya. Ala, gid öz hörmət elə sən can. Bilmirsiniz dostlar, bu dəlixanada bəlkə canlı açır. Yo, həqiqi deyirəm sizə. Olsa bizə nə, Konkinin narkomanı oxşur. Bak bir 20 milyona bu güzel. Hardasan sen? Durup orada danışmaktan dilini aç. Sen böyüdün ananın da ağzını. Sen böyüdün. Dəli deyil. Ne işin var? Gülür özdə. Sayıza bir dəstək olalım da var. Sıvı danışın. Hadi çərdəşçi olan da var yox. Ha, bunu aparıb çolluqda Allah qıbını yıkışqa basın. Onlar şunu olmaz. Demek ki biz romantik söhbeti, romantikliğin içine tükürme. Bomba. Aa, siz porno çəkisiz o. Yani öpmeyin olmaz. Sonra eşitsən, sen bana dəl kimi bağlanıbsan. Ha. Sevməsəydin durub basa-basa yanıcıya gəlməzdin. Sen bana profilde Ola, sən basıb eləməsən can, bassan bilib, yazıq deyib uşaq, bunu tanıyıram. Boyu zad çıxılıdır, itib eləyər. Ya, zərəfət qoyaqır, bundan mırtdaşmayacam. Bu onsuz da tanıyırsınız. Sen ne kadar içirsen? Sən də gəlib knedin ola. Gəl. Hadi yaxşı, ay belə alıb üstü də. Sən al uşağın xətrinə dəymə. Görmüsən Cəlid oğlan oxşuyur.
Elə beləcə. Bir dildən qırağa çıxırıq, yoxsa necə? Prideldən qıra bacı, zat, bacının belə alt paltarı. Prideldən qıraq getdik. Bu oyundan sonra mı? Yo, indidən. Yo, bu oğlan mən, bu sağdaşı oğlan mənim xoşuma gəldi. Halal olsun. Qaqaşa halal olsun, Allah hamd olsun, tələsmir. Baxaq. İndidən. Deyir ki, hələ ki, indi yox, birazdan deyir peysəri ataram ya. Yo, ümumiyyətlə, mən sən qaqaş, mən privestivit edirəm sən halaldır. Tələsmirsən, həmişə deyirlər, tələsən təndirə düşər. Yəni, çalış, yavaş-yavaş qalx. Yəni, ağır sual verəcəm də sən. İndi sən uduzub qaçsan var ha, sən. İndi sabah el eləmək ki, bacı, mama gəlsin. Yanıma, bilirsən ki, Benten də var, gözlə. İndi sabah el eləmək ki, Dəstək olalım da var. Ay oğlan, mənlə yatmısan sən? Bunlar nə danışırsan? Petuklarla yatmıram. Mən petuq deyiləm axı. Sən bir gəlib yoxlamısan. Düzdür, daha petuq oxşur heç bu. Deyirəm deyəndə ki, bəllidir də, indi görürük də sənin. Yox, sübut eləyə bilərsən mənim petuqluğumu. İşte petuq olduğunu sübut eləmək olmur da. Zahiri görünüşünə görə heç kim heç nə deyə bilmirlər. Başa düşdün? Yo, həqiqətdən belə deyim, bu ikisi də dastoylu oğlanlardır. Bunların böyük hörməti var, eşitmişəm. Məşdağada, Nərimanovda, Vasimoyda, yəni qaqaşlar var ki, bunların üstünü işiyib. Həyatda, mujutskoy həyatda, kişi həyatında. Anaya da, bacıya da, qardaşı da ativsat olursan. Varavskoydan hər kəs də özünü ativsatdır. Ödeyləri, Varavskoyda hər kəs də özünü ativsatdır. Amma mujutskoyda, semiyədə, anana da... Fikir vermin, qaqaş patı bu dəqiqə qoyub özü bunu. Qrişanın, Ne danışır bu? ativsatsan. Əla, bir də soxun belə, nəsə qulaq asın bir dənə sən can. Bu videonu sonlandıram həqiqətdən. Çünki belə açığı deyim, yəni çoxdur video. Prosta baxası deyiləm, istəyirəm ki, bunun ikinci, üçüncü serisini çəkəm. Plus da ki, çoxlu uzun ol. Belə deyim də uzun istəyirəm gələn videolar olsun. Məsələn də 20 dəqiqəlik video. İstəyirəm ümumiyyətlə yarım saatlıq videolar paylaşım belə. Çünki hamı deyir ki, videolar uzun çək falan. Nəsə belə eləyək. Buradakı bəzi videoları saxlayaq. Burada slişkim çox video var. Çünki Instagramda direct deyirsiniz, direct deyirsiniz, partlayır da, yəni hamı giz-giz belə videolar atır. Burada çox pis söyüşlər də var, bu dəqiqə kompüterdədir, yəni açıqda. Çox qırğın videolar var. İnşallah əgər istəsəniz bu videonun davamını çəkərəm. Heç bir şey. Əgər videonu bəyənirsə like eləyin, kanalımıza abunə olmağı həmişə kimi unutmayın. Öpürəm hamınızı. Hə bir də buradan da bu videodakı oğlanlara, kişilərə səsləyirəm. Əgər beyninizdə belə bir şey fikirləşirsiniz ki, məsələn, Zevs məni tanımır, mənim haqqımda niyə belə danışır? Yenə deyirəm sizə, ola bilər ki, mən səni tanımıram, amma tanıdım da yəni, başa düşdün? Amma belədir ki, yəni, çox pis baxma, belə deyim də sizə, dur